Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə mayın 6-sında Bakıda və Abşeron yarımadasında bulutlu hava şəraiti üstünlük təşkil edəcək. Mayın 5-dən 6-sına keçən gecə və səhər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı bildirilir. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 14-17, gündüz 20-25 dərəcə isti, atmosfer təzyiqi isə 759 mm civə sütunu olacaq. Naxçıvanda da sabah səhər və axşam saatlarında yağış yağacaq. Havanın temperaturu 13-17 dərəcə isti olacaq. Mayın 6-sında şimal və qərb rayonlarından başlayaraq səhər saatlarından etibarən yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcək. Yüksək dağlıq ərazilərdə sulu qar yağacaq. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 11-16, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 7-10 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.